Hər vaxt xeyir olsun, hər birinizi salamlayıram. Assalamu aleykum. Əzizlərim, bugün hazır mən un alıram, Göyçaydan gəlir. O un qara undur və su dəyirmanında çəkilir, kəpəklə bir yerdə. Maya istifadə etmirəm. Gördüyünüz kimi 2 gün qabaqçıdan noxudu islatmışam. Və bu noxudu bura əlavə edirəm. Mənə bunun suyu lazımdır. Bunu bura əlavə edirəm. Həmin kəpəkli undur. Maya istifadə etmirəm, yəni xüsusən də. Əlavə edirəm. Və sonra bu xəmiri yoğururam unu, həmin suyuna. Mən bir şey demək istəyirəm. Ümumiyyətlə, dükanlarda satılan ay kəpəkli, ay qara un filan məsələsi boş şeydir. %100 kəpəkli un olanda, bax belə saqqız kimi olur. Ümumiyyətlə, bunu bişirmək çox çətindir. Yəni, həm gec bişir, həm də nə qədər bişirsə də içi böyle xəmir kimi var. Amma xəmir deyil normal. Amma lavaş şeyini də görürsünüz, saqqız kimi fikir verirsiniz. Və düşünün ki, buna maya da vurmamışam. Koyacağım. Tam bu mayalansın öz-özünə. Həm çörək qismində hazırlayacağım. Həm də lavaş qismində. Amma bunun hazırlanması da çətindir. Məlumat üçün bildirim. Bu xəmir, un, Göyçayda su dəyirmanında hazırlanır. Mən oradan alıram, gəlir bura. İstəyən olsa da fikir bildirə bilər. Bu hazır olandan sonra təmiz nehrə yağına mükəmməl olur. Təmiz nehrə yağı istəyən olsa %100 süddən əldə olunmuş. Yağ istəyən olsa mesaj bölümünə də yaza bilər. İndi bunu qoyuram, artıq özünü tutsun, mayalansın, sonra hazırlayalım. Bismillah.